Malaki 4-cü fəsil. Rəbbin günü. Ordular Rəbbi deyir: Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik eləyənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. Amma adıma hörmət eləyən sizlər üçün şüalarında şəfa olan salihlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız. Pis adamları tapdalayacaqsınız. Bu işləri elədiyim gün onlar sizin ayağınızın altında kül olacaq, deyir ordular Rəbbi. Qulum Musanın qanununu, Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın. Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq, İlyas Peyğəmbəri sizin yanınıza göndərəcəyəm. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha mən gəlib ölkəni lənətləyib məhv eləməyim.